Başlayacağıq indi həqiqi ədədlərdən. Yaxşı uşaqlar, deməli birinci növbədə mən sizə nə izah edəcəm. Biz əvvəllər sizlə danışmışıq natural ədədlərdən. Birinci sıfırdan gələyin ki, biləyin nədir, dərk eləyin hamısını. Natural ədədlər. Natural ədədlər deyəndə biz nə edəcəyik? Məsələn, natural ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür və s. və s. və s. sonsuza qədər davam eləyəcək. Məsələn, bunu axırda YouTube-da link şəklində atacağam, elə rahat baxasınız deyə. Telegram olmayanlar var çünki. Deməli, bunları yazdıq bu şəkildə. Bunlar natural ədədlərdir. Natural ədədlərdən sonra biz rastlaşdıq tam ədədlərlə. Tam ədədlər. Tam ədədlər deyəndə çox elə başa düşür ki, nə bilim 0,6, 1,6. Çünki orada tam sözü var deyə qarışdırırlar. Tam ədədlər deyəndə uşaqlar bütöv, yəni vergülsüz, kəsirsiz, normal bildiyimiz natural ədədlərdən söhbət gedir. Tam ədəd deyəndə nə edirik? Ədəd oxunun üzərinə baxın. Və bu ortada 0 yerləşir. Sağda yerləşirdi 0-dan müsbət 1, müsbət 2, müsbət 3 və s. Solda yerləşirdi -1, -2, -3. Baxın, bunlar tam ədədlərdir. Deməli, tam ədəd deyəndə biz başa düşürük natural ədədləri, sonra ortada sıfırı, bir də bunların əkslərini. -1, -2, -3 və s. və s. və s. Mənfilər hamısını yazmaq olar. Aydın oldu? Yəni, natural deyəndə ancaq yuxarıdakı müsbət ədədləri başa düşürük. Tam ədədlər deyəndə müsbətləri, sıfırı və mənfi ədədləri başa düşürük. Tam ədədlərdən sonra gəlir rasional ədədlər. Rasional ədədlər. Bütün hər şey ədəd oxun üzərində olur uşaqlar. Rasional ədəd deyəndə isə bax bu aralıqlarda boş qalan yerlər var ha. Məsələn 1 ilə 2-nin arası, 2 ilə 3-ün arası. Bunların hamısı rasionaldır. Araya kəsr ədədlər də daxil olur. Kəsrlər də daxil. Deməli, rasionala əlavə olaraq nə gəldi? Normalda rasionalın içində 1, 2, 3, 4 naturallar var, 0 var. -1, -2, -3, -4 və s. bunlar da var. Və ekstradan bir dənə də gələcək bizə kəsrlər. Məsələn, 7-də 3. -3-də 2. Məsələn, 11-də 14. Aydın oldu mu? Məsələn, yazıram 2 tam Bəli. 7-də 3. Baxın, getdikcə ədədlər böyüyür. Deməli, naturallar bir dənə idi. Bir dənə şey idi. Tam ədədlərə gəldik biz. Naturallardır, sıfırdır, mənfi ədədlərdir. Yəni, naturalların əksləridir. Və bir də baxıram nəyə? Bax, gördünüz, rasional böyüdü. Elə bir rasionala əlavə olaraq burada nə gəldi? Bir dənə mənfi ədədlər gəldi. Daha doğrusu kəsr ədədləri gəldi. Bu olacaq artıq rasional ədədlər. Bu öz yerində. İndi uşaqlar, bundan sonra davam eləyəcəm. Natural ədədləri işarə eləyəcəklər böyük N hərfindən, baş hərfindən. Tam ədədləri işarə eləyəcəklər Z hərfindən. Rasional ədədləri ya Q görəcəksiniz Q hərfi, ya da baş hərfi R. Bu ikisindən biri ola bilər. Yəni testlərdə hər ikisini görə bilərsiniz. Bu getdi. Rasionaldan sonra yarandı irrasional ədədlər. Buraya yazıram bunu sarı ilə. İrrasional ədədlər. İrrasional ədədlər nədir uşaqlar? Bax, dövrü şəkildə göstərilə bilməyən ədədlər irrasionaldır. Yəni dövrü olmayanlar. Məsəl üçün kök altında 2-ni yazın. Kalkulyatora bunu yazın. Görəcəksiniz ki, belə çıxır. 1,41 nə bilim nə. Qarışıq-qarışıq bir şeylər çıxır da bunun arxasından. Deməli, burada elə bir ədəd yoxdur ki. Məsələn, normalda fikir verirsinizmi? 1-i 3-ə böləndə 0,3, 3, 3 bu cür davam eləyəcək. Yəni, mən burada görürəm ki, 3-lər təkrarlanır. Ona görə 3-ü gətirib mötərizə yaza bilirəm. Amma burada təkrarlanma yoxdur ya, mötərizə heç nə yaza bilmirəm. Ona görə bu ədədlər irrasional ədədlərdir. İrrasional ədədlər deməli dövrü yoxdur. Onları mötərizənin içində göstərə bilmirəm. Yəni onda irrasional ədəd deyəndə konkret şəkildə 3 dənə şey yadda saxlayırsınız. Birinci, pi ədədi irrasionaldır. Çünki bunun qiyməti 3,14 olaraq təqribi götürülür. Sonra y ədədi 2,71 götürülür və bir də kök altından çıxmayan, buraya yazıram çıxmayan. Birbaşa sözlə yazıram ki, başa düşün. Kökdən çıxmayan ədədlər irrasional sayılacaqlar. Bu üç dənə şeyi bilin, yerdə qalan hər şey rasional sayılacaq. Aydın oldu mu? Bu ədədlər Bəli, qrupu müəllim. uşaqlar. Fikir verirsinizsə, bu yazdığımız yuxarıdakı ədədlər var ha. Bu üç dənəsi. Bunlar bir-birindən, biri bir digərinin daxilində yerləşirlər. Düzdürmü? Bunlar bir-birinin daxilində yerləşirlər. Amma türklər demiş, buna ayrı bir parantez açırıq. Yəni bura daxil deyil. Çünki heç biri orada yoxdur bunların. Bunlar özü ayrıca bir respublikadır. Elə bil Azərbaycan, Naxçıvan kimi bir şeydir də. Xəritədən qıraqdadır. Ayrıca muxtar respublikadır. Aydın oldu? Bu belə. Və bunların hamısı bir yerdə adlanır həqiqi ədədlər.
Bax, həqiqət ədəd deyəndə aşağıdakı 4 ədəddən söhbət gedir. Natural, tam, rasional və irrasional. Başa düşdünüzmü? Bəli, müəllim. Bu oldu bizim həqiqi ədədlər anlayışımız. İndi təbii ki, həqiqi ədədlərin içərisində o qədər şey çıxacaq ki, qabağınıza, onların hamısını xırdalığına qədər deyəcəm sizə. İndi baxıram. Birinci bölməsinin içərisində mən qayda izah eləyəndə test toplusundan bölmə izah eləyirəm ki, sizə rahat olsun ardıcıllığı. Yazıram bura birinci bölmə. Yəni birinci bölmənin içində nə tip suallarla qarşılaşacaqsınız izah eləyəcəm. Birinci bölmədə ədədin əksindən və tərsindən söhbət gedir. Ədədin tərsi və əksi. Əks deyəndə uşaqlar, biz söhbətimiz gedəcək mənfi müsbətdən, tərs deyəndə kəsrin sürəti ilə məxrəcin yeri dəyişəcək. Birinci Dəyişdim. yazıram bura tərs. Tərs deyəndə məsələn A bölünsün B-dirsə, bunun tərsi olacaq B bölünsün A. Bunu yazdım. İndi belə bir cümlə yazırıq ki, burada tərs ədədlər haqqında. Tərs ədədlərin hasili 1-ə bərabərdir. Onda belə yazıram. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Hasili bərabərdir 1 olur. Məsələn, yazıram 4-də 3. Bunun tərsi olacaq 3-də 4. Hasil vurma deməkdir. 4 ilə 4, 3 ilə 3 gedəndə avtomatik 1 qalacaq. Bunu məntiqlə də görmək olar bu şəkildə. Aydın olar yəqin ki, hamıya. Keçirəm indi əks ədədlərə. Əks deyəndə, məsələn, A-dırsa bunun əksi olacaq mənfi A. Sadəcə işarə dəyişkənliyi baş verəcək burada. Əks ədədlərin isə cəmi 0-a bərabərdir. Sözlə yazıram bura. Əks ədədlərin cəmi bərabərdir 0. Bu qaydanı unutmayaq. İndi baxıram nəyə? Məsələn, yazıram ki, 7 və mənfi 7. Mən yazıram 7 üstəgəl mənfi 7. Təbii ki, bu ortadakı mənfi müsbətə dəyəndə mənfi verir. Yəni 7 çıx 7 deməkdir. Bu da bizə verəcək 0. Və bunu rahatlıqla görmək olar. Həm də deyirik, biri müsbətdir, biri mənfidir, gedirlər. Yəni sıfıra çevirirlər, islah olunurlar. Bu orada, bu buradan gəlir, bu dediyimiz qayda. Bu getdi. İndi buna aid nümunə. Məsələn, suallarda necə görəcəksiniz? Yazıram bura nümunə. Deyəcək ki, 8 ədədinin tərsi ilə əksinin fərqini tapın. Uşaqlar, indi baxıram nəyə? Yadda saxlayırsınız nəyi? Sözü oxuyanda cümləni və sırayla oxuyun. Bax, tərsi ilə əksinin fərqi deyir. Yazıram onda sözlə. Tərs, çıx, əks. Və bunu yazdım. İndi 8-in tərsi olacaq 8-də 1. Çünki bunun məxrəci 1-də axı. 8-in əksi də olacaq mənfi 8. Bu oldu tərs. Bu da oldu əks. Bunu yazdıq. Gəlin indi burada qiymətləri yerinə yazalım. Tərs sözünün yerinə 8-də 1 yazıram. Çıx, əks sözünün yerinə də mənfi 8 yazıram. Yəqin ki, hamıya aydın olmuş olur. Bərabərdir. Mənfi ilə mənfi bizə toplama verəcək. 8-də 1 üzərinə gəl 8. Bu da olacaq 8 tam 8-də 1. Düzgün cavabımız oldu bu şəkildə. Yəni siz orada qeyd eləyən nümunədə hansı söz birinci gəlirsə onu yazın. Toplama deyirsə toplamasını ortaya yazın. Fərq desə ortaya çıxmasını yazın. Misalınızı həll edin. Məsələn, nümunəni dəyişirəm. Deyir ki, 4 ədədinin əksi ilə tərsinin cəmini tapın. Deməli, birinci başlayıram nədən? Əks sözü var, üstəgəl tərs sözü var. Onda 4-ün əksi deyəndə biz götürəcəyik mənfi 4. Tərsini deyəndə biz götürəcəyik 4-də 1. Gətirək indi qiymətləri yerinə yazaq. Mənfi 4 üzərinə gəl 4-də 1. Bunu hesablayanda 4 məxrəcdə qalır. Bu 4-ü mənfi 4-ə vurursunuz. Olur mənfi 16 plus 1. Bu da mənə verəcək mənfi 15 bölünsün 4. Və yaxud da ki, 15-i 4-ə bölüb kəsrlə də yazmaq olar da, qarışıq kəsrlə. Olacaq 3 tam 4-də 3. Bu şəkildə də yaza bilərsiniz. Buradakı qaranlıq qalan yeri yoxdur keç-kesə. Xeyr. Xeyr müəllim, aydın. Aha. İndi ola bilər ki, bizə kök altı ifadə ilə versin. İndi ondan danışaq. Nümunəni biraz dəyişək. Deyəlim ki,
İndi tərsini biz onun kök altı ifadələrdə keçirik. Sadəcə mən sizə əksi ilə bağlı danışacağım. Məsələn, yazıram kök altında 3 çıxılsın bir ədədinin əksini tap deyir. Əksini tap. Nə etməliyəm? Onda bunların yerini dəyişəcəksən. Olacaq 1 çıxılsın kök altda 3. Bax, bu deməkdir. Sadəcə yer dəyişirsiniz. Və yaxud da ki, belə deyə bilərsiniz. Qarşıya bir dənə mənfi tulluyursunuz. Kökü çıxılsın 1, əksi də mənfili mötərizənin içinə təsiri mənfi kökdə 3, üstə gəlib 1 verir. Bu da yerlərini dəyişsən 1 çıx kökdə 3 verəcək. Baxın, yuxarıdakı aşağıdakı eyni şey oldu. Sadəcə yerlərini dəyişəcəksiniz. Olsaydı ki, əgər burada kök altında 5 məsələn üzərinə gəlib, bunun əksini axtarsaydım, onda bunun qarşısına mənfi qoyacağım. O mənfi mötərizəyə vuranda mənfi kökdə 5 çıxılsın 1 olacaq. Bu da olur onun əksi. Aydın olacaqlar. Bəli, Bəli. müəllim. Bu getdi. İndi baxıram nəyə? Ədəd oxunun üzərində ədədlərin yerləşməsini onsuz biləcəksiniz. Müsbət harda yerləşir, mənfi harda yerləşir, onu bilirik də. Sıfırın sağında müsbət ədədlərdir, solunda mənfi ədədlərdir. Bu öz yerində. İndi gəlin danışaq irrasional ədədlərdən. İrrasional ədədlər. Deməli uşaqlar, irrasional ədədlər deyəndə biz bayaqlar dedik ki, yenə əlavə olaraq buraya yazıram ki, kök altından çıxmayan ədədlərdir. Kök altı x yazıram. Y hərfi, bir də P hərfi. Bunlar üçü irrasional ədədlər idi. Bu indi testlərdə bu şəkildə görəndə biz deyirik ki, bunlar irrasionaldılar. İndi bəzi suallar var, hesablamalı suallardır. Biz orada bunun irrasional və yaxud da irrasional olduğunu müəyyənləşdirməliyik. Birinci, məsələn yazıram ki, kök altında 8 bölünsün kök altında 2. Sonra yazılan məsələn kök altında 8 vurulsun kök altında 2. Sonra yazırlar kök altında 18 bölünsün kök altında 2. Sonra yazırlar ki kök altında 18 bölünsün kök altında 3. Sonra yazılan 5-ci kök altında 6 üzərinə gəl kök altında 3. Sonra yazıram ki kök altında olsun 16 üzərinə gəlinsin kök altında 5. Bunları yazdıq. İndi baxaq görək hansı rasional, hansı irrasionaldır. Hesablayıram uşaqlar. Misal verəndə hesablayın. Cavabı tapın, sonra qərar verin ki, bu rasional yoxsa irrasionaldır. Kökdə 8-i kökdə 2-yə böləndə qalacaq kök altda 4. Buradan çıxacaq 2. Çıxdığına görə bu sayılacaq rasional. Keçirəm bura. Kökdə 8-i kökdə 2-yə vuranda olacaq kökdə 16. Buradan çıxacaq 4. Deməli, olacaq bu da rasional. Kökdə 18-i kökdə 2-yə böləndə qalacaq burada kökdə 9. Buradan çıxacaq 3. Deməli, oldu bu da rasional. Kök altda 18-i kök altda 3-ə böləndə kök altda 6 olacaq. Buradan kök çıxmadığına görə artıq bu olacaq irrasional. İr yazıram qısaca. Sonra kök altda 6 ilə kök altda 3 toplayıb da kök altda 9 deyə bilməzsiniz uşaqlar. Kökləri toplamaq olmaz. Ona görə bunun özünə birbaşa deyirik nədir bu? İrrasionaldır. Yenə 16-dan çıxacaq burada 4, amma 5-dən heç nə çıxmır deyə bu qaldı burada ir. Yəni misalın içində bircə dənə kök varsa, onda burada irrasional olacaqlar. Yəni kökdən çıxmayan bir dənə məfhum varsa, orada bu ədəd irrasional sayılacaq. Hamıya aydın oldu? Bəli, Yəni müəllim. kökdən qiymət çıxanda rasional alınır, ancaq çıxmayanda irrasional, hə? Bəli, bu qədər sadə. Kökdən çıxırsa rasionaldır, çıxa bilmirsə irrasionaldır. Orada qalacaq o şəkildə. İndi buna aid Tamam. misal tiplərindən də izah eləyəcəm başqa. Məsələn, belə bir şey yazırıq. Deyir ki, kök altında 8 çıxılsın 2 kök altında 2. Bunu hesabla deyir. Baxıram ki, mən 8-i yaza bilərəm ki, kök altında 4 vurulsun 2 şəklində. Düzdürmü? Çıx 2 kökdə 2 yazıram. Buradan 4-dən 2 çıxır da kök. Düzdürmü? Amma 2-dən çıxmır. 4-dən çıxır 2, kökdə qalır 2. Çıx 2 kökdə 2. Bu da eyni şeydir. Çıxanda 0 verir. Deməli, bu da nə sayılacaq? Rasional sayılacaq. Başa düşdünüzmü? Bəli. Bəli. Yəni, bunlara diqqət yetirin. Hamısını açılışını yazın, hesablayın. Ondan sonra qərar verin ki, bu rasionaldır, yoxsa irrasionaldır. İndi baxaq nəyə? Məsələn, burada bizə misallar verəcək ki, həmişə, ola bilər, belə tipli suallar var. Məsələn, deyirəm ki, alfa rasional,
beta rasional. Bir dənə hal yazıb mənə. İndi bizə burada 4 dənə variantlar verir. Yadda saxlayırsınız ki, rasional. Bunları toplasam, alfa ilə betanı, deyir rasionaldır. Rasionaldır. Çünki mən rasional toplasam, rasional alacam da. Aydın oldu. Hara Bəli. cavab aldı? Bəli. Cavab aldı. 0 alındı. 0 rasionalda axı. Bu belə. Alfa üstəgəl beta rasional. Çünki bunlar naturaldır, tamdır, kəsirdir. Bunları hesablayanda elə özlərindən daxilində bir ədəd alırıq da. Burada kök altı yox, bir şey yox. Yazıram onda. Alfa vurulsun beta. Yenə eyni şeydir. Kök yoxdur, bir şey yoxdur. Ona görə rasional sayılacaq. Sonra çıxılmasını yazsaq, alfa çıx beta. Yenə nə sayılacaq bunlar? Rasional sayılacaq. Sonra bölünməsini yazsaydıq, yenə burada nə sayılacaq? Rasionaldır deyirik. Aydın oldu mu? Bəli. İndi baxıram. Bana fikir verin ha. Mən yazdıqlarıma fikir verin. Görün ikisinə də nə yazmışam. Hər ikisinə rasional demişəm. Hər ikisinə rasional demişəm. İndi gəlin hər ikisinə irrasional deyək. Alfa irrasionaldır. Beta da irrasionaldır. İndi baxıram. Deyirəm ki, alfa üstəgəl beta. Uşaqlar, yadda saxlayın ki, bunların hamısını yazın birinci. Sizə burada bir şey deyəcəm. Üçüncü, alfa vur beta. Dördüncü, alfa bölünsün beta. İndi uşaqlar, yuxarıdakılarda, burada konkret olaraq bir də yadda saxlayırsınız ki, rasional, eyni adlardır da bunların. Düzdürmü? Onda birbaşa yadda saxlayırsınız ki, həmişə sözü var burada. Həmişə rasionaldır. Bax, bunu unutmayın. Yəni, rasional varsa, toplanması da, çıxılması da, vurulması da, bölünməsi də rasionaldır. Başqa yolu yoxdur bunun. Amma irrasionallarda cavabı həm rasional ala bilərsən, həm irrasional ala bilərsən. Sübutunu da deyəcəm sizə. Burada ola bilər söz deyəcəksiniz. Deyəcəksiniz ki, həm rasional, həm də irrasional ola bilər. İndi izah eləyəcəm niyə elə dedimsə. Məsələn, gətirirəm kök altında, məsələn, yazaq ki, 18. Bu irrasionaldır. Kökdən çıxmır. Düzdürmü? Birini də götürürəm kök altdakı. Bu da çıxmır. Daha bunları böləndə nə alacağım mən? Kökdə 9. Bundan çıxacaq 3. Gördünmü? Əvvəl rasional, irrasional idi, amma nəticəsi rasional verdi. Gördünüzmü? Yəni, məsələn, deyirəm kök altda 18 irrasional, kök altda 3 də irrasional. Böləndə nə aldı? Kök altda 6. Bu da irrasional. Gördünüzmü? Həm rasional alına bildi, həm də irrasional alına bildi. Fikir verdiniz? Hər iki hal ola bilər. Ona görə Bəli. yuxarıda ola bilər sözdür. Yəni, onda yadda saxlayırsınız ki, əgər hər ikisi irlə başlayırsa, irrasionaldırsa, onda cavabı həm rasional ola bilər, həm də irrasional ola bilər. Aydın oldu mu? Bəli, müəllim. Bəli. İndi baxaq nəyə? Məsələn, deyirəm ki, alfa irrasionaldır, beta rasionaldır. Hərəsindən biridir. Hərəsindən biri olanda konkret irrasionaldır. Başqa yolu yoxdur. Aydındır? Deməli, onda bu sözü görəndə day toplama çıxma yazmıram. Bir dəfəlik bilin ki, hərəsindən birini görəndə bunun cavabı olacaq nə? Həmişə irrasional. Başqa yol yoxdur. Həmişə irrasional olacaq bu. Bu da öz yerində. Deməli, təkrar gəlirəm. Deməli, hər ikisi rasional olanda, onda həmişə rasionaldır. Yəni, rasional görəndə ancaq bilin ki, rasionaldan söhbət gedəcək. Amma irrasionalları görəndə bilin ki, bu rasional da ola bilər, irrasional da ola bilər. Yox, biri rasional, biri irrasionaldırsa, bu irrasionaldır. Həmişə. Və bunları indi özün sözlə falan əzbərləyin. Necə yadda saxlayın. Bir dənə bilin ki, rasional, axırda yenə rasionaldır. İrrasional, bunun çıxışı iki yerədir. Həm rasionalı, həm irrasionaladır. Amma hərəsindən biri olanda irrasional olacaq. Çünki kökü itirə bilmərik bu, rasional varsa. Yaxşımı? İndi burada belə bir misallar yazacağım. Məsələn, nümunələr əsasında sizə izah edeyim başqa. Deyir ki, alfa və beta sıfırdan fərqli irrasional ədədlərdir. İrras ədədlərdir. Bir alfa üstə gəlinsin beta
rasional olarsa aşağıdakılardan bu aşağıda bunlar şəkilsiz, cəm şəkilsiz. Bu da dan yazıram. Hansı və yaxud da hansılar da ola bilər. Hansılar? Məsələn, soruşuram rasional, hansılar da ki irrasionaldır. Hər ikisini soruşuram mən sizdən indi. Bu da bir neçə də variant yazacağım. Dəqiqə gözləyin. Başqa nə yazacağım? Ha, indi baxın bura. Bizə verilən bu variantlardan 4-5 dənə misal verildi. Hansı rasional, hansı irrasional da onu bilməliyik. Və bunu təyin etmək üçün yuxarıdakı cümlədən kömək almaq lazımdır. Deməli, nümunədir bu. Və burasını işarə edeyim bilək. Uşaqlar, deyir ki, mənə burada alfa ilə beta sıfırdan fərqli irrasional ədədlərdir. Bax, bu cümlə mənə maraqlı deyil. Birinci cümlə boş cümlədir. Bunu atıram gedir. Mənə lazım olan cümlə bax budur. Alfa üstəgəl beta haqqında mənə deyib ki, bu nədir? Rasionaldır. Düzdürmü? Mənə alfa üstəgəl betanı verib ki, bu rasionaldır ay millət. Alfa üstəgəl beta rasionaldır. Onda sən qıraqda özün üçün qeyd edirsən ki, alfa üstəgəl beta rasionaldır. Onda avtomatik bunun çıxması alfa çıx beta olacaq nə? İrrasional. Yəni biri rasional, o birisi irrasional olmalıdır. Bunu unutmayın. Elə bil əksdirlər də. Biri nə deyirsə o buranın tərsinə gedir. Bunu bildim. İndi gəlirəm variantlara. Mənə nə lazımdır axırda? Mən əgər rasionalı axtarıramsa, deməli nəyə baxmalıyam? Üstə gəlmə olan yerə baxmalıyam. Mən çıxma ilə işim ola bilməz. A variantı, yəni birinciyə baxıram. Birincini götürə bilmərəm uşaqlar. Niyə götürə bilmirəm? Deyim sizə onu. Çünki qabağındakı ədədlər fərqlidir bir-birindən. Fərqli ədəd varsa, onu tulluyun. Bu rasional ola bilməz. Niyə? Çünki fərqlidirlər bir-birindən. Biz nə axtarmalıyıq? Eyni axtar. Çünki bunun qabağına baxın, bu 1 alfadır, bu da 1 beta. Deməli, qabağı 2 alfa, 2 beta, 3 alfa, 3 beta, 5 alfa, 5 beta və s. bu cür ola bilər. B variantına baxın ikinciyə. 2 alfa, B 2 beta. variantı ola bilər də, Ola eynidirlər. bilər. Dördüncünü götürə bilmərəm. Nə olsun eynidir. Amma burada toplama axtarmalıyam mən. Amma bura çıxma veriblər. Görürsənmi? İşarəsi eyni olmalıdır, əmsallar eyni olmalıdır. Başa düşdünüz? İndi bir də 5-ciyə baxın. Dördüncünü götürə bilmədik də. Üçüncünü götürə bilmərik. Həm çıxmadır, həm də əmsallar bir-birinə fərqlidir. Birinə 1 yazılıb, birinə 3 yazılıb. Götürə bilmərəm. Gəlirəm 5-ciyə. 5-cidə mötərizəni vurub açmamış mən qərar verə bilmərəm. Bu alfa betanı götürürəm həm birinciyə, həm ikinciyə vururam. 3 bölünsün alfa, vurulsun alfa beta. Üzərinə gəl. 3 bölünsün beta, vurulsun alfa beta. Yazdım bunları. İxtisar eləsək, buradan alfa ilə alfa gedir, buradan beta ilə beta gedir. Qaldı burada 3 beta, üzərinə gəl 3 alfa. Hə, toplamadımı? Qabaqları eynidirmi? Deməli, bunu götürəcəm. Aydın oldu, bunu da götürürük. Deməli, bu ikisini götürə bildik. Başa düşdünüz? Bəli. Bəli. İndi gəlirəm nəyə? 5-cini də dairəyə alıram, çünki 5-cini götürdük. Aha, bu getdi birinciyə. İrrasional deyirsə, ya mən çıxmanı axtarmalıyam, ya da qəribə cavabları. Çünki mənə lazım olan rasional idi. Bunu tapmışam. Yerdə qalan avtomatik irrasionaldır da. Başa düşdünüzmü? Yəni onda onları da lap fərqli rəngdən işarə eləyək. Aha, daha irrasional bu idi, düzdürmü? Çıxma iləndir. Ya çıxma ilə axtarmalıyam, ya da o şey demiş, səy-səy cavablar tapacaqsın. Harada səy-səy cavablar var, götürün. Bax bu, anormal bir şeydir. Fərqli-fərqli şeylərdir. Eynilik yoxdur burada. Gördünüzmü? Bunu götürün. Anormal bir şeydir. Eynilik yoxdur. Eynilik var, amma çıxma var. Götürürsən ona görə. Bildinizmi? Bunlar da irrasional sayılacaq. Buna başa düşdünüz? Bəli, müəllim. Yaxşı, bir dənə də bundan deyirəm. Misalı bunu sürüdək ki, yadda qalsın. Yazıram nümunə. Maraqlı dəstək. Biraz bu hissəsi tapmacadır. Bundan sonrası riyaziyyat, bundan sonra başlayacaq. Bunları biraz tapmaca kimi deyirəm, rahat yadınızda qalsın. Yəni, misal qoyub həll eləmək olur, amma ehtiyac yoxdur, gərək yoxdur vaxt öldürməyə. İndi baxın bura. Məsələn, deyirəm ki, alfa və beta irrasionaldır.
Deyir mənə alfa çıxılsın beta sıfırdan fərqli irrasional ədəddir. Deyir indi Merkezi fikirler. aşağıdakılardan hansı və yaxud da ki hansılar rasional, hansılar da irrasionaldır. Əslində bunlar hərəsi ayrı-ayrı sualdır. Mən bir misalın içində verirəm də sizə ki, yəni qabağınıza bir də əlavə əziyyət çəkməyək burada. Birinci yazıram buradan 3 alfa çıx 3 beta. İkinci 2 alfa üzərinə gəl beta. Üçüncü alfa çıx beta vurulsun 4. Dördüncü 5 vurulsun. Ya da belə yazmayayım. Belə yazım buradan. Alfa bölünsün 3. Üzərinə gəlinsin. Beta bölünsün 3. Dördüncünü 2 dəfə yazdım. Deyirsən. Bura 5 yazaq. Beşinci də olsun məsələni. 14 alfa üzərinə gəlinsin 14 beta. Bunu yazdım. Bir dənə bu cümləni buranı düzəldim. Deyəsən mən bu Burada birisini birinden iki getirdi. İyi orada. bunu düzəldim. İndi baxıram cümləyə. Deyir ki, alfa ilə beta, nə bilim, bu mənə maraqlı deyil. Mənə maraqlı olan bax buradan başlayır. Alfa çıx betanı oxuyuram. Nə imiş? Rasional imiş. Deməli, harda alfa çıx beta varsa, biz onu qaçıb rasional deməliyik. Deməli, alfa çıx beta olan yerlərə rasional deyəcəm. Yerdə qalan artıq avtomatik olaraq irrasionala qalır. Baxıram indi birinciyə. Birincini götürə bilərəmmi? Bəli, çıxmadır, qabaqları eynidir. Biz çıxma axtarırıq da. Görürsünüz, burada çıxma yazmışam. Deməli, Evet. çıxma axtarmaq lazımdır. Buna işarə elədim. Biri, Burada çıxma iki de var. götürdüm. Götürürəm. Üçüncünü də götürürəm. Bax 4-ü vuranda 4 alfa çıx 4 beta eləyir. Deməli, bu da götürülür. Yerdə qalanlarda çıxma yoxdur deyə baxmıram heç. Əziyyət də çəkmirəm. Aydın oldu. Avtomatik onlar Evet. kimə qalır? Avtomatik bunlar İrrasyonel. irrasionala qalır. Bax, bu da irrasionala qalır. Bu da irrasionala qalır. Başa düşdünüz uşaqlar? Mənə nəyi verib Evet. onu axtarıram da. Qısa konkret bunu deyim sizə. Mənə nə verib onu axtarıram. Misalda alfa çıx beta vermir ki, alfa çıx beta axtar. Sənə lazımdır. Küçük tutardım. Gəldim indi belə bir tip misalda verir. Məsələn, deyir ki, alfa bərabərdir. Ya da belə yazmayayım da. Deyir ki, alfa vurulsun. Kök altda 3 çıxılsın 1 ədədi. Rasional ədəd olarsa aşağıdakılardan hansı rasional, hansı da irrasionaldır? Bir misalda ikisini verirəm yenə. Rasional da bax, irrasional da bax. Deməli uşaqlar, mənə variantlar verəcək burada. Məsələn, birinciyə yazır ki, alfa bölünsün, kök altda 3 üzərinə gəl 1. İkinciyə yazır ki, alfa vurulsun, məsələn, kök altında 2. Üçüncüyə yazır ki, kök altda 3 çıxılsın 1 bölünsün alfa. Dördüncüyə yazsın ki, alfa kvadratı vurulsun kök altda 3 çıxılsın 1-in mörtərizə kvadratı. Beşinciyə də yazsın ki, 3 alfa. İndi baxaq bunlara. Uşaqlar, belə misal işləyəndə sizə bir dənə taktika verim ki, birinci növbədə nə lazım mənə? Burada yazıb ki, bu ədəd nə olmalıdır? Rasional olmalıdır. Və burada nə yazmasına asılı olmayaraq, ən çox sizə bu sözü verəcək hər zaman. 99% testdə bu çıxır, rasional sözü çıxacaq. Baxıram. Və burada nə verirsə, bunun əksini götürün. Mənfi verirsə müsbətini götürün, müsbət verirsə mənfisini götürün. Avtomatik həmin cavab, və buradan əksi, bu alfanın cavabıdır. Yaxşımı? Yəni onda biz gedəcəyik buradan alfanı sərbəst şəkildə götürəcəyik ki, kök altda 3 üstəgəl 1-ə bərabər imiş. Başa düşdünüzmü?
Yəni buradakı nədirsə əkisini götürün, qonşusunu götürürsünüz, və qoşmasını götürürsünüz. Çünki bu rasionaldır. Bunu ancaq rasional eləmək üçün qoşma lazımdır yanına. Alfanı tapdım. Kök 3 üstə gəlinsin 1-dir. Gəlirəm indi buradan misallara. Birincidə kök 3 üstə gəl 1 varmı? Mən alfanın yerinə də kök 3 üstə gəl 1 yazsam, bunlar ixtisar gedəcəklər, 1 qalacaq. Deməli bu rasionaldır. Yəni mən kök 3 üstə gəl 1 tapacağım yerlər rasionallardır. Bildinizmi? Başqa kök 3 üstə gəl 1 görürsünüzmü burada? Xeyr. Görmürük. Bu alfanın yerinə bax yazıram mən kök 3 üstə gəlinsin 1-in mötərizə kvadratı vurulsun. Kökdə 3 çıxılsın 1-in mötərizə kvadratı. Bax belə cavab görəndə bilin ki, bu da rasionaldır. Niyə? Kvadratlar var, kökü itirəcək buradan. Kökü itirdiyinə görə rasional sayılacaq. Bax bunu da götürəcəksiniz. Deməli qısa konkret yadda saxlayırsınız nəyi? Kökdə 3 çıxılsın 1 varsa qoşmasını, əkisini götürürəm, müsbətini. Variantlardan müsbət axtarırsınız. Bax beləcə müsbət axtardığınız yeri götürürsünüz. Birincidə müsbət var, götürün getsin. Bir də dördüncüdə niyə bunu götürdüm? Çünki 2 dənə yerdə kvadrat var. 2 dənə yerdə kvadrat varsa, bilin ki, bunu müxtəsərdən açıb bitirəcəklər. Ona görə bunu da götürmək lazımdır. 2 dənəsi 1 ilə 4 olduğu rasional, digərləri əl vura bilmədiklərimiz avtomatik qalır kimə? İrrasionallara. Aydın oldu hər kəsə bu hissə? Bəli, mən. Yaxşı, bundan bu qədər. İndi mən Zoom-u bağlayıram, yeni link atıram. Çünki bu 1 dəqiqədən az saniyələrə vaxt qalıbdır. Dərsin daha maraqlı hissəsi bundan sonra başlayacaq. Ən sevdiyim yer. Gözləyin link atım qoşulub.